İşğaldan azad olunmuş ərazilər və Naxçıvan Muxtar Respublikasında halal sənayenin inkişafı üçün münbit şərait yaranacaq. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2-ci Azərbaycan Halal Biznes Forumunun açılış mərasimində belə deyib. Forum çərçivəsində bir sıra vacib məsələlərə də toxunulub. Gəlin bir yerdə elə bir sahibkarlıq mühiti yaradaq ki, orada halallıq sadəcə etiketdə yox, davranışda və niyyətdə əks olunsun. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov belə çağırış edib. Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlığın mənbəyi kimi mövzusuna həsr olunan 2-ci Azərbaycan Halal Biznes Forumu keçirilib. Forumda çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin İdarə Heyətinin sədri Qoşqar Təhməzli bildirib ki, azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliklərdən azad zonalar elan olunur. Qurum sədri vurğulayıb ki, bu ərazilərdə halal sənayenin inkişafı üçün münbit şərait yaradılacaq. Həmin xəstəlikdən azad zonalarda xüsusi təhlükəli heyvan xəstəliklərindən azad status əldə olunduqdan sonra həmin ərazilərdə halal sənayenin inkişafı üçün çox münbit şərait yaranacaqdır ki, mən də fürsətdən istifadə edərək Azərbaycan sahibkarlarını həm Naxçıvan Muxtar Respublikasında, həm də işğaldan azad olunmuş ərazilərdə bu işdə yaxından iştirak etməyə dəvət edirik. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 11 minə yaxın şirkəti fəaliyyət göstərir. Bu rəqəm iqtisadi əlaqələrin dərinliyini göstərir. Bu ilin yanvar-avqust aylarında Azərbaycanla İƏT arasında ticarət dövriyyəsinin dəyəri 6 milyard ABŞ dollarına yaxın olub. Azərbaycan iqtisadi modelini şaxələndirməkdə mühüm irəliləyişlər əldə edib. 4-24-cü illər ərzində iqtisadiyyatımızda 244 milyard ABŞ dollarından çox sərmayə olub. Bunun təqribən 213 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəlib. Bu günlərdə ölkəmizdə keçirilmiş birinci Azərbaycan İnvestisiya Forumu çərçivəsində dəyəri 10 milyard dollardan çox olan layihələrlə bağlı sənədlər imzalanıb. Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov vurğuladı ki, əgər biz iqtisadi münasibətlərimizdə vicdanı, ədaləti və şəffaflığı qorusaq, qazancımız da, cəmiyyətimiz də halal olar. Gəlin bir yerdə elə bir sahibkarlıq mühiti yaradaq ki, orada halallıq sadəcə etiketdə yox, davranışda və niyyətdə əks olunsun. Elə bu forumun keçirilməsində məqsəd də halal məhsullarının istehsalını inkişaf etdirməkdir. Əsas məqsədimiz halal məhsullarını ixrac etməkdir. Xüsusilə İslam ölkələrinə, bu il İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin kiçik orta biznes subyektlərinin şəbəkəsini yaratdıq və əsas məqsəd halal sənayedə KOB-ları təmsil olunan o kiçik orta biznes subyektləri, onların məhsullarını üzv ölkələri arasında ixracını təşkil edək və tanınılmasını təşkil edək. Və gələn il artıq biz daha böyük məkanda bu forumu, həmsərgini təşkil edəcəyik. Ashab çərçivəsində 2 sənəd imzalandı. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Türkiyənin Bilişim Vadisi arasında bir sıra sənəd imzalandı. Digər sənəddə isə Kobiya ilə Malaziyanın Berhard Halal İnkişaf Korporasiyası imza atdı. Turanə Tağızadə, Samir Gülməmmədov, ATV Xəbər.